Azadlıq prospekti və Teymur Əliyev küçəsinin kəsişməsində ümumi sahəsi 70 kvadrat metr təşkil edən qanuni 3 otaqlı Axundov proyekti olan binada mənzil satın almaq istəyənlər mütləq bu videonu izləsinlər. Biz giriş etdik mənzilin daxilinə. Gördüyünüz kimi bura nəzərdə tutulan bir otaq, qonaq otağı, tavan hündürlüyü yetərincə yüksəkdir. Qarşı tərəfdə də pəncərə var. Azadlıq prospektinə baxır. Mənzil yerçəkən mənzildir. Bura ikinci otaq, yataq otağı. Qarşı tərəfdə də pəncərə var. Mənzilin giriş qapısı bu istiqamətləndir. Burada sanuzel təmirli vəziyyətdədir. Gördüyünüz hissə mətbəx hissəsi. Mətbəx mebeli ilə təchiz olunur. Buranın da pəncərəsi var. Burada üçüncü otaq. Eyni qaydada təmirli sərgəli vəziyyətdədir. Bu qarşı tərəfdə qapalı şəkildə olan eyvan Teymur Əliyev küçəsinə baxır. Kombi də burada yerləşdirilib. Bu mənzili satın almaq istəyən hər bir şəxs prosesindəki mobil nömrə ilə birbaşa əlaqə saxlaya bilər.